Salam dostlar, bu gün nə varıq? Bu gün Miri Miriyevin 50 nəfərlə futbolu var. O videosuna reaksiya göstəririk. Takipçimin biri demişdi. Yəni demişdi ki, 50 nəfərli Miri Miriyevin 50 nəfərli futboluna reaksiya göstərəcəm. Mən də demişdim, göstərəcəm bundan sonraki videoda. Başımın yaş olmasına baxmayın, hamamdan təzə çıxmışam. Qəfil yadıma düşdü ki, bu gün video gündür. Oturdum kompüterin qabağına, sizlər üçün video çıxardıram. Yəni videoya like atıb kanala abunə olmağı unutmayın. İstəyirsə keçək videomuza. Əlimdə gördüyünüz bu qutunu yenicə satın aldım və burada olan 50 futbolçudan yalnız biri bu qutunu qazanacaq. Görürsən o qutunun içində nə var? Yəni kalın çıxa bilər, nə bilim telefon çıxa bilər, ya da adi bir xiyar çıxa bilər. Yəni baxaq da görən nə olacaq. İlk 13 iştirakçılar start xəttində yerlərini aldılar. Orada həqiqi görürsən 50 nəfər var, yoxsa yalanlandı ki 49 nəfər var. Gördüyünüz kimi çox hazır qalıblar. Uşaqlar baxın nə qədərdirlər. Meydançanın bu üzündəki olan bu cərimə meydançası xəttindən meydançanın digər tərəfində olan cərimə meydançasının xəttinə qədər qaçacaqlar. Amma bir şərt var. Şərt odur ki, meydanın mərkəzində olan 30 topa 50 futbolçudan yalnız 30'u götürə biləcək. 20'si isə evə əli boş gedəcək. 3, 2, 1, başla! Yəni əli boş gedəndə Mr. Beast kimi görsən pul zad verəcək. Həqiqi əli boş gedəcəkdir. Qaçın, 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 dayanmayın. Orada istəmə. Toparı götürmədən, finiş xəttini keçmədən qazanmış sayılmazsınız. Ola bilməz, 4 nəfər yerdə olan uşağı hücum ediblər. Yarışa devam edənləri qarşıda çətin turlar gözləyir. Onlar topla inanılmaz bir sınavdan keçməli və çətin bir dəqiqlik oyununu qazanmaq məcburiyyətində qalacaqlar. 24 saatda böyük bir stadionu bağladı. Amma Yəni mənə elə gəlir ki, yəni bu video izləməmişəm. Mənə elə gəlir ki, axırı 24 nəfər zad qalanda futbola zad qoşulub deyəsən ha. Yəni izləməmişəm, bilmirəm. İndi videonun qalan tərəfində görəcəyik inşallah. öncə hansı futbolçuların finiş xəttini öncə keçəcəyini görməliyik. Və çox az qaldı, qaçın və siz qalibsiniz. Təbriklər. Və 50 futbolçudan 20'si birinci turda məğlub oldu. Uşaqlar uduzublar, çox məyusdular. Baxın ora. Bu oyun təzə olmadı, hafızamızdır. Biz qulaq asmırıq. Və şeytaladılar ancaq bizim də asildir. Bunlar artıq utdular və ikinci turda siz çətin Qaqaş nə qarır diyor, ona baxım bir dənə. Şeytaladılar ancaq bizim də asildir. bunlar Bu arkadaşa bu qaqaşa baxın. artıq utdular və ikinci turda siz çətin gözləyir. Təbrik edirəm sizi. Bu futbolçuların bahalı gizli qutunu qazanmasına sadəcə 4 oyun qaldı. Gördüyünüz kimi ikinci turda tam 30 iştirakçı var. Gördüyünüz kimi uşaqlar. Oba, qəşəng. Yəni 200 dəfə yoxlayıb birinin bəxtinə oturub. 30 futbolçu 2 komandaya bölünəcək. Hər komandadan zərbə endirməsi üçün 5 lider seçiləcək. Və ən çox zərbəni dəqiq yerinə yetirən komanda turu çəkəcək. Komandalara bölünün. Hər komandadan 5 lider yanıma gəlsin. Məncə hər iki komanda çox güclüdür. Biz rəqib istələmirik. Ben güvenirəm ki bizim takım udacaq. Cacu. İnşallah udarım. Bilmirəm. İştirakçılar kənardan göründüyü kimi çox iddialıdırlar. Amma bilmədikləri bir şey Mr. var. Beast Qapıda kimi. professional bir qapıcı dayanacaq. Və bu onların Mr. Beast kimidir. növbəti tura keçmək şansını azaldacaq. Mənim üçün asandır. Əlim zədəli olduğu üçün atlanamıram. Yenə də bu topu tutacağam. Özlərinə çox güvənməsinlər. İlk finalistimiz Enzo Brazongo. özü inansan. Mən də inanıram. Amma qapıda professional bir qapıcı var. Ola bilməz, necə qaçır? Bəllədi ki o topu. Bu arada yəni mən də vaxtında məktəb vaxtları qapı ilə durmağıma bax. Elə güclü qapıram ki vaxtlarına prosi edit çətinləşəcək. İlk zərbədən komandasını geriyə saldı. O bir komanda yoldaşlarına Brazongo. Mən inanıram sənə, sən vuracaqsan. Artıq komanda da səni dəstəkləyir. Bum. Qəşəng, qapıya bax, canavar. Heç də olmaz, barabarik. Məncə bu turda udulan komanda çox üzüləcək. Çünki növbəti turlarda birbaşa finala vəsiqə qazanmaq şansı olacaq. Və növbəti iştirakçı zərbə endirəcək. Amma mənə dəstəkləyir, yaxşıdır. Qapıda professional qapıcı olsa da Qəşəng qaqaş. Qapıya bax. Qoyub buraxdı ki digər komanda qapıca normaldır, eyni yerə tullandı, topla aralarında bu qədər yer qalmışdı. Əlini atıb tuta bilərdi kül başına ya da nə bilim konsept deyə özü buraxır topu. oyunçu qapıya zərbə endirəcək. O bu zərbəni qola çevirmək məcburiyyətindədir. Əks halda isə komandası geriyə düşəcək.
Qapıda tutub tuta bilərdi. Komanda üçün məncə eləməlisən bunu, hə? Komandanı daşımalısan. Ay, qapı anormaldır. Skala çıxardacaqdı. Orada gol. Qapçının ayağı sürüşdüyünə görə bu topu çıxara bilmədi. Uşaqların isə yeni iştirakçımız Əli. Yani gol buradan istedim onları. Əli, Əli, Əli. Hayda. Gol! Az qalmışdı tutmağına. Növbəti iştirakçı, mən də bir sən ala vur. Mənə bax, mən sənə taktika verirəm. Qapçıya görən bayaqdan tullarını oyca. Vur, 90, 90, 90, zarfat eləmişdir. Səndən xoşum gəlmir Mobato. Ay! YouTuber Miri belə də o yolundan sarkı. Uşaq gol vuracaq. Dedi, üçüncü vurcuna, üçüncü vurcuna. Ha, sən niyə var? Lazım, vuracaq da, ne? Növbəti iştirakçımız səndən çox şanslıdır. Vursan komandanı daşıyırsan. Bilmirəm, dediyim kimi. Biz vuracağıq, onlar vuramıyor. Bu daş vuracaq. Ay da vuramıyor. Gözüm dəydi. Ay! Hər iki komandadan artıq 4 nəfər zərbə endirib və son bir zərbə haqqları qalır. Əgər bu zərbələrdən sonra yenə hesab bərabər qalarsa, hər iki komandanın liderləri simişfə edəcək. Qalib gələn qapıya Simişfə. zərbə endirəcək. Qol olsa komandasını növbəti tura daşıyacaq. Mütləq və mütləq son 2 turu qaçırmayın. Çünki videoda olan ən maraqlı turlar ən sondakılardır. Vursan bərabərə qalır. Yo, vurmasan da. Mən çaşdım. Qaşıya qaqaş. Oha, qapıya bax. çıxardı. Məncə bu zərbəni qola çevirməli idi. Buna peşman olacaqlar. Bunu vursalar qazanırıq. Bunu vursan komandan qazanır. Onu sən komandan qazanacaq. Bəli. Mən də istəmirəm ki, komandam pis vəziyyətdə qalsın. İnşallah bunu Hazırsan? hazıram. Və son zərbəni qaçırdı. Ona 2-2-dir. görə də hər komandanın lideri Smeşfo eləyəcək. Smeşfo. Vur qardaşım, sən daha uşağım, mən də peysim var. Nerede qışqı oldu? Boğazım çırıldı. Ya Allah. Qaşıya tribela. Qapıya. Görsən, ha var seni bu kadar. Vara baxacaq, vara baxır, var. Dilində var. İlk baxışdan zərbənin qol olduğunu sandım. Amma digər komanda buna tərəddüd etdi və vara baxdı. Və oyunun daha da ədalətli olması üçün mən yox, Ceminay qərar verdi. Və şəkli ona atdığımda Gol deyil Miri. O komandaya de ki əsyalarını yıksınlar və evə getsinlər. cavabını verdi. Dəli haksızlıq idi ona olmayan. Atıldı sanmadım. Önce udmuştuk. Amma məncə amma orada qoldur qaqa. 95% qoldur. Çünki top xətti çekim, yəni ola bilərdi yəni əslində. Amma durub Ceminaydan nə soruşsan ki, ora bir dənə bu boyda düzənlik eləmişsən, ora bir dənə kamera qoy, kameradan yavaşlat bax da. Yüzbaş goldü. Chelsea Barcelona oyunu olur kopya. Bizim hakkımızı yenilir burada. Yani onların qapısı Xəzərlənkən qapıcı olduğu üçün bunların da dostudur. Oyunu satırıyor. Oyunu satır çox. Nice. Az öncə röportaj verən futbolçu isə 2 dəqiqə sonra kameralara yaxalandı. Əgər vursa komandanı 3-cü tura daşıyır. Və gol! Özü buraxdı. Təbriklər, artıq 3-cü turdasın. Üzgünəm amma digər komanda məğlub oldu. 3-cü turda 15 nəfər də sağ belə oldular. Və beləliklə bu komanda 15 futbolçu ilə 3-cü tura keçdi. Hal-hazırda yanımda 15 nəfər var. Və bu 15 nəfərdən 15-i də əlimdə gördüyünüz püşkü götürəcək. Amma püşklərin birində birbaşa finalı vəsqə qazanma hüququ var. İnşallah burada kimin hakkıdırsa o kazanacak. Birbaşa finala atlayacaq bir şəxs. Götürün əlimdən. Götürün. Birində yazılı Məncə bu görüş oyunu ilə qaqaş çıxardacaq. Görüş oyunu var. Bu qaqaş çıxardacaq, görərsiniz. finala vəsqə. Elə Kimlə hiss elədim. çıxıb?
Finala vəsqə qazandın uşaqlar. Haydi göy şalvar çıxartdı, göy köynək yox. Uşaqlar finala vəsqə qazandı hal-hazırda. Artıq finaldasan. Futbolçular 2 turdan sonra çox yorğun görünürlər. 3-cü tura keçməmişdən qabaq isə onların fikirlərini alaq. Allah şərəfində inşallah öz bacarığımla, öz istedadımla finala getmək. İnşallah Allah nəsib etsin. Finala gedəcək. Öz bacarığımla. Hər şey yaxşı olacaq, yəni udan yaxşı olsun. Döyüş mövqeyin nədir? İki mövqedə oynaya bilərəm. Müdafiəçi, yarım müdafiəçi, özümə nümunə götürdüyüm oyunçu Ronaldo Rahodur. Sol hücumçu. Sağ hücum. Orta müdafiə. Qapıçı, sol hücumçu. Hücum. Qapıçı. Döyüş qapıçı olmaq istəsənsə, mövqe hansı qapıçını falan eləyirsən? Juan Garcia Barcelona qapıçısı. Sağ müdafiə. Əşrəf Hakimi. Mənim sol müdafiə. Mən Nuno Mendes. Futbolun fantasisi. Ölənə qədər Viska Barsa. Barcelona, həmişə kimi. Barsa. Manchester City. Hala Madrid. Biz yarışı Allah Madrid. garanti udacağımız biz üçün çox Mən özüm də dostlar, yəni Real Madridə balet eləyirəm. Amma məsələn, heç Real Madridə barter yox, balet bilirdim burada quş buraxacam. Balet eləyir. zəif. Hər çempionat liqasında Massa adamın finalı. Bax gələcəm alacaqlar. Üçüncü tura gəldik. Üçüncü turda isə gördüyünüz bu parkurdan keçməlisiniz. Parkuru komanda ilə ən tez tamamlayan komanda növbəti tura keçəcək. Amma belə bir şərt var. Parkuru düzgün tamamlamalısınız. Düzdür, parkurumuz biraz ayrıdır. Amma yenə də bitər eləyin də. Parkuru tamamlayırsınız, qayıdırsınız növbəti iştirakçının əlinə vurursunuz. Gördüyünüz kimi qarşıda bir top var. Amma o topa ən sonda olan, yəni bu iştirakçı ilə bu iştirakçı zərbə endirəcək. Haydi, işte olmaz, get. Get, kaç. Qayıt. Komandaya, ha, doğru seni koş. Tez. Allah, uşaqlar, baxın necə gedir. Canavar, uşaqlar çox zor gedirlər. Allah düş, məncə bu komanda qalib gələcək, Yox, bu belə deyil, o birisi komanda qalib gələcək, o görər. Bu kadrdan da göründüyü kimi komandalar bərabərdirlər. Haydi, o növbəti qabaqla. Vəziyyət gərgindir. Burun-buruna yarışırlar. Qaç, uşaqlar. İştirakçılar yol üstü maneələrdən keçəndə maneələri ilişirlər. Mən isə onları düzəltmək məcburiyyətində qalıram. Uşaqlar görürsünüz, dağıdırlar. Ah! Haydi. Heç bir futbolçu Bu qaqaş sişdi orada. güzəştə getmir. Hesab hələ də bərabərdir. Haydi. Dağıtma yoxdur. Dağıtma, qaç. Dayanma yoxdur, qaçın. Qaç. Haydi. Sonuncu vur. Kim tez vurdu? Gol! Və qalib komanda bunlar. Bu Uşaqlar, komanda indi oldu isə ya. Mən dedim o birisi komandalar olmadı. Dördüncü turdayıq. Dördüncü turda isə yanımda 8 tur 4-ə kimi gələn adam var, yəni futbolçu var. Gördüyünüz kimi burada 8 konus var və hər konusun üzərində 8 rəqəm var. Siz hər konusu vurmaya çalışasınız. İstədiyiniz konusu vura bilərsiniz. Həmin konusun üstündəki rəqəmi götürüb özünüzdə saxlamalısınız. Və sonda çarx çevirəcəyik. Çarxdan hansı rəqəm çıxsa, ikinci finalist bəlli olacaq. Birinci rəqəmdən 8-ci rəqəmə kimi 8 iştirakçı zərbə endirdi. Oyun. Hərə özünə aid olan konusu götürdü və çarxı çevirmək zamanı gəldi. Çarx çevirin. Ya Allah, mənə baxdım yaxşısın. Bastım. Və finalçı oldu. Final. Şükürlər olsun Allahın böyüklüyünə ki, mənim bəxtimə gəldi. Bu qədər 8 rəqəmin arasından mənə gəlməməli böyük bəxt. Uşaq 2 finalçı var yanımda, finalda qarşılaşarıq. Və finaldayıq sonunda. Yanımda 2 iştirakçı var. Sənə qorxma, görüşürəm. Uşaqlar sən? Əbdül və bunlar uşaqlar çox çətin bir görevlərdən keçə gəldilər və finaldadılar. Digər finalçı həqiqətən də çox çətin turlardan keçərək gəlib finala çatdı. Məncə o qalib olmağa çox layiqdir. Amma digər finalçı isə çox şanslıdır. Çünki o Görək bunların hansı ola biləcək. Məncə o lap finala vəsiqə qazanan qaqaş var, yox, çıxacaq. Ödülü alacaq. Görək də hələ mən maraqlı ki, ödülün üstünə görə nə çıxacaq. yarışmanın əvvəlindən iş sayəsində birbaşa finala vəsiqə qazandı. Bu qaqaş qazanacaq. Deyirəm bax. Çünki o yarışmanın əvvəlindən iş sayəsində Bu qaqaş qazanacaq. birbaşa finala vəsiqə qazandı. Finalda isə onları qapıçımız gətirir. Nə gözləyir? Qapıçı. Bəli, çox bahalı bir gizli qutu gözləyir. Finalda isə qalibə bu qutu hədiyyə ediləcək. Onun üçün də video like atın, kanala abunə olun. Müxtəlif 15 metrə məsafələr var. Boş qapıya zərbələr endirəcəksiniz. Gəl, ilk öncə 15 metrə məsafədə. Smash-Veli, haydi inanıram. Mən bunu istəyirəm unutmayın. Haydi. Və sən başlayırsan. İlk zərbə. Və gol. İndi isə sıra bu iştirakçı. Və
Gol, Paris Qəşəng. uşaqlar. Bəli. Çünki 15 metrdən professional olmayan bir futbolçu da zərbə endirsə əlbəttə qol olar. Arkadakı əmi drone, bu drone işlədir ya, bu arkadakı əmi. İndi isə 30 metrdən. 30 metrdən zərbələr. Haydi vur, ikinci zərbə. Hələ ki 3-dən 1 və Qəşəng qaqa. wow, gol. 2-1. Məncə vurmalısan. Çünki rəqibin vurdu. Rəqibin vurdu deyə sən bunu vurmalısan. Və Vuracaq. oh, Oyda. wow. Və oyunun ən həlledici anı. Son zərbələr. Göy şalvar və Qaçıran bəşirəcək. ucu. Bəlkə də həyatının ən Bu qaqa şudacaq, bu arkadakı göy şalvar var. Bu qaqa şudacaq, bu mən deyirəm. önəmli zərbəsidir. Və son etapda. Çox çətin. Duel uşaqlar. Duel. Uşaqlar artıq boğazım cırılır, o qədər qışqırmışam. İnanıram. Düzdür, onun tərəfini tuturam, zarafat edirəm. Bayaqdan sən daha güclüsən. Zarafat edirəm, xəstə dəyməsin. Əgər bu videoya 5000 like gəlsə, bunun ikincisini çəkəcəm. Dostlar, bəli, əgər bu videoya məsələn hansı bir insana reaksiya verməyimi istəyirsə, bu videonun aşağıdakı yorumlarda yəni deyin. Həm də videoya like atıb kanala da ki, abunə olmağı unutmayın. Keçək davamına. Ayda. Qaqaş ötürdü. İştirakçı zərbəni qaçırdığına görə çox üzgündür. Mən də çox üzgünəm, çünki o çempion olmağa çox layiq idi. Bu gol olmasa bu çox peşman olacaq, inanıram. Çünki Qaqaş qoz vurasın, güvənləmsə. Miri Miriyev kimi YouTuber'ın 10 il sonra mənim kanalım istibisi kesəcək. Peşman olacaqsan gəlsən Miri Miriyevin videosunu tutmuşdum. Son. Tarixi gol ola bilər. Ya Allah. Ya Allah. Haydi. Ya Allah. Dı reklamlar. Goldu, təmiz goldu. Qaqa şutdu. Dı qaqa. Qaqa mutlu. Əlasan. Gizli qutunu qazandı. Uşaqlar, mən də çox həyəcanlıyam. Dedim də hər cürə şey çıxabilir. Qəndi qabı. Dükkan qabısın kubok. Qaldır yerdə. İçində başqa nəsə medal da var. Və qaldırır 3. Hala Belə Madrid. videolara iştirak eləmək üçün abunə Videomuz buraya kadar idi. Mən başımla gün nə diyor? Hə. Aşağıdakı yorumlardan bundan sonra kimə reaksiya göstərəcəm, o bildirməyi unutmayın. Kanala abunə olub like atmağı unutmayın. Sevilirsiniz. Sağ olun.